İranla Ermənistan arasında Araz çayı üzərində elektrik stansiyasının tikintisinə dair 2006-cı ildə imzalanan saziş 18 ildən çoxdur ki, icra edilmir. Layihə Meğri və Qaraçılar adlı iki su elektrik stansiyasının tikintisini nəzərdə tutsa da, əvvəlcə ratifikasiya prosesi illərlə uzanması, indi isə İrandakı maliyyə sıxıntıları üzündən bu günə qədər tikintiyə başlanılmayıb. Güney Azərbaycan Telegram kanalları xəbər verir ki, 2018-ci ildə təsdiqlənərək İran Energetika Nazirliyinə göndərilən sənədə baxmayaraq, layihə üzrə real addımların atılmaması Ermənistan tərəfinin alternativ tərəfdaşlara ABŞ və ya Avropaya üst tutması ehtimalını artırır. Mütəxəssislərə görə mövcud vəziyyət İranın əməkdaşlığa ciddi yanaşmaması təəssüratını yaradır. Layihənin gerçəkləşməsi daha çox İran üçün əhəmiyyətlidir. Hər biri 150 meqavat gücündə olması nəzərdə tutulan, ümumi dəyəri isə 350 milyon dollar olan bu stansiyalar fasiləsiz işləyə bilər.